Salam əziz valideynlər və şagirdlər. Bugünkü dərsimiz göyərçin və qarışqa nağılı və onun tapşırıqlarıdır. Gəlin vaxt itirmədən keçək dərsimizə. Nağılı oxuyun. Əsas fikrə uyğun yeni başlıq düşünün. Oxuyaq nağılımızı. Bir gün göyərçin çay qırağına su içməyə getmişdi. Gördü ki, suya bir qarışqa düşüb çapalayır. Göyərçin tez onun köməyinə gəldi. Dimdiyinə yarpaq alıb suya atdı. Qarışqa yarpaqdan yapışıb sahilə çıxdı. O göyərçinə dedi: "Məni ölümdən qurtar. Bir gün olar, mən də sənə kömək edərəm." Göyərçin qarışqanın sözünə güldü. "Sən çox balacasan." Həmin vaxtdan xeyli keçmişdi. Göyərçin yuvasında oturmuşdu. Bir ovçu kolların arxasında gizlənmişdi. O göyərçini ovlamaq istəyirdi. Bunu görən qarışqa ovçunun üstünə dırmaşdı. Yavaş-yavaş boynuna doğru qalxdı. Ovçu tüfəngini qaldıranda qarışqa onun boynundan bərk dişlədi. Tüfəng ovçunun əlindən yerə düşdü. Göyərçin uçub canını qurtardı. Bu qarışqaya dedi: "Bağışla dost." Bizim burada mətnimizdə necə bir fikrə gəlmək olar? Söhbət təbii ki, yaxşılıqdan gedir. Öncə göyərçin qarışqaya yaxşılıq eləyir. Qarışqa da əvəzini çıxmaq üçün onun həyatını xilas edir. Yəni, yaxşılıq yerdə qalmaz da deyə bilərik bu mətnin adına. Və yaxud qarışqanın cəsarətindən də söhbət gedə bilər. Çünki qarışqa çox balacadır. Ovçunun bədəninə dırmaşanda ovçu onu əli ilə vurub öldürə də bilərdi. Amma o bunu düşünmədən onun həyatını xilas edən göyərçini qurtarmaq istəyir. Keçək digər tapşırığımıza. Sizcə aşağıdakı cümlələr hansı obrazlara aid ola bilər? Mənə necə kömək edəcəksən? Bu sualı verən təbii ki, göyərçin olar. Balaca olmağıma baxma, çox ağıllıyam. Bunu da qarışqa deyər. Bir vaxt sənə balacasan deyib gülmüşdüm. Bu da göyərçinə aiddir. Şəkil əsasında nağıl qurub danışın. Sizcə siçan şirə necə kömək edə bilər? Açar sözlər qarşımızdadır. Şir, siçan, ovçular, tor, iti dişlər kəsmək, xilas etmək. Kiçik bir nağıl qurmaq olar. Məsələn, bir gün ovçular şiri tora salmışdı. Bunu görən siçan iti dişləri ilə toru kəsərək onu xilas etdi. Belə bir nağıl qurmaq olar. Daha ətraflı nağıl qura bilərsiniz siz. Mən sadəcə nümunə olsun deyə dedim. Vaxtımız da getməsin. Heyvan obrazları ilə onların xarakterlərini uyğunlaşdırın. Şir nə olar? Güclü. Tülkü, təbii ki, hamımızın bildiyi kimi hiyləgər olur. Ayı, hündür, çobud. Kirpi isə ağıllı olur. Obrazların adlarına əlifba sırasına uyğun yazımı necə olacaq? Hər sözün ilk hərfinə baxacaq. Deməli, şirdə Ş-dir, dovşanda D, altına xətt çəkilən hərfləri nəzərdə tutur. Bizim əlifbamızın birinci hərfi A-dır. Ona görə ayını birinci götürürük. B, C, C olmadığına görə D-ni götürürük. Daha sonra G, üzr istəyirəm, C hərfi. C-dən sonra G gəlir. Daha sonra burada L-i götürək. 5-ci hərfimiz olaraq. Sonra S var. 6. S-dən sonra şey gəlir. 7. Ən sonda da T. 8. Deməli belə. Keçək E tapşırığımıza. K hərfinin işləndiyi sözləri seçib yazın. Baxaq. Kitabda K yox, Ç hərfidir. Olmaz. Kənddə də Ç hərfidir. Konfet, konfet K hərfidir. Bu olar. Parkda da K hərfidir. Park, K. Kökdə isə yenə Ç hərfidir. Olmaz. Karandaşda K hərfidir. Götürürük. Kosmosda da K hərfidir. Bunu da götürürük. Yəni konfet, park, karandaş, kosmos bu sözləri seçib yazacaqsınız dəftərinizə. Keçək ümumiləşdirici tapşırıqlarımıza. Problemləri ağıl, fərasət və hazır cavablıqla həll etmək olar. Bu hansına aiddir? Bilənlərin macəralarına. 3-ə yazırıq A variantı. Bir çox nağıllarda sehirli əşyalara rast gəlirik. Bu hansına aid olar? Xəyal dünyasına. Deməli, 1-ə yazırıq B variantı. Şir obrazı gücün, tülkü hiyləgərlik. Kirpi ağlın simvoludur.
Bu hansına aiddir? Heyvanlar haqqında nağıllara. Demək, dördüncüyə yazarıq C variantını. Qaldı yerdə üçüncü, daha doğrusu ikinciyə C variantı. Firidun bəy Köçərli Balalara Hədiyyə kitabının müəllifidir. Bu da nağılçılara aiddir. Deməli 1B, 2C, 3A, 4də C. Şəxs adlarını düzgün yazmaqla cümlələri köçürün. Şəxs adları nə deməkdir? Yəni insan adları. Kraliçə qarını Ağcanın yanına göndərdi. Burada Ağca A böyüklə yazılmalıydı. Ağca çünki adam adıdır. Acgöz tacir Yunşenə əmr etdi. Burada isə Yunşeni böyük ilə yazırıq. Közü necə aparacaqsan Biləndər? Burada da Biləndərimizdir böyük hərflə yazılır. Boşluqlara əlavələr etməklə hərfləri əlifba sırası ilə sadalayın. Gəlin sadalayaq. A, B, C, C, D, E, Ə, F, G, G, H, X, I, I, J, J, K, G, L, M, N, O, Ö, P, R, S, Ş, səliqəsiz yazıram biraz. Ş, T, U, Ü, V, Y, Z. Belə. Şəklə uyğun bir neçə açar söz yazın. Açar sözlərin iştirakı ilə cümlələr qurun və əsas fikri müəyyən edin. Açar sözlərimiz şəkildə gördüyümüz hər şey ola bilər. Məsələn, turp, baba, nənə, nəvə, it, pişik, dovşan. Bunlar hamısı açar sözlərimizdir. Nağıl isə belə qurmaq olar. Baba turpdan, nənə babadan, nəvə nənədən, it nəvədən, pişik itdən, siçan isə pişikdən tutdular, dartdılar, turpu çıxartdılar. Söhbət nədən gedir burada? Yəni əsas fikir nədir? Güc birlikdədir fikri. Tapşırıqlarımız bitdi. Ümid edirəm ki, hər biriniz üçün faydalı oldu. Əgər faydalı oldusa, bəyənib abunə olmağı unutmayın.